Qonağımız Azərbaycan Texniki Universitetinin Mühəndis Riyaziyyatı və Süni İntellekt kafedrasının müəllimi Cavid Abbaslıdır. Xoş gəlmisiniz Cavid bəy. Xoş gördük Pənşə xanım. Aha, gəlin birbaşa mövzuya keçək. Buyurun. Nə görə ölkəmizdə, həmçinin sizin universitetinizdə birbaşa Süni İntellekt fakültəsi yoxdur? Bilirsiniz, mən mövzuya bu cür başlamaq istəyərdim ki, Süni İntellekt müasir informasiya texnologiyasının bir qoludur. Yəni biz əgər bir müasir informasiya texnologiyasının ağac kimi baxsaq, bu ağacın ən çox böhrələnən bir budağı bu süni intellektdir. Hal-hazırda ölkəmizdə də, universitetimizdə, Azərbaycan Texniki Universitetində də hal-hazırda bu sahədə xeyli inkişaf gedir. Elmi texniki bazamız inkişaf elətdirilir və bu sahədə yeni laboratoriyalar açılır və müəyyən yeni istiqamətdə tədqiqat işləri görülür. Yəni planlaşdırırsınız əslində. Əslində belə deyim, bu bir dəfəlik bir keçid prosesi deyil. Bu müəyyən qədər zaman alan bir prosesdir. Birdən-birə biz süni intellekt adında bir fakültəyə keçid eləməyimiz doğru olmaz. Çünki süni intellekt elə bir fəndir ki, multidisiplinar bir fəndir, multidisiplinar bir elm sahəsidir. Özündə riyaziyyat, proqramlaşdırma, informatika kimi fənləri ehtiva edir. Biz ilk növbədə mütəxəssislərimizi və tələbələrimizin riyazi, proqramlaşdırma və informatika təməllərini möhkəmləndirməliyik ki, bu elmi texniki bazanın inkişafı ilə yanaşı növbəti illərdə artıq bu kimi addımları ata bilək. Yaxşı. Kafedranızda nə öyrədirsiniz? Kafedramızda hədsiz dərəcədə çox geniş elm sahəsi var. Yenə təkrar edirəm. Biz süni intellekt, bizim kafedra mühəndis riyaziyyatı və süni intellekt kafedrasında birbaşa olaraq süni intellektli hədəfləyən əsas mövzular var. Maşın öyrənməsi, dərin öyrənmə, həmçinin süni neyron şəbəkələr, bu kimi fənləri öyrənməklə tələbələrə əslində biz birbaşa olaraq o alqoritmləri, o metodları aşılamırıq. Biz başlayırıq onun riyazi əsaslarından, daha sonra növbəti addımlarda onun proqramlaşdırma sahəsinə keçirik. Daha sonra ən azından 2 praktiki nümunə ilə tələbəni tanış edirik. Real mühitdə, Python mühitində biz bunu realizə edirik. Modeli train edəndən sonra nəticədə isə aldığımız eksperimentlərin nəticələrini vizuallaşdırırıq. Hüquqi və iqtisadi təhsillər necə öyrədilirmi? Sözsüz ki, burada ən əsas məsələ süni intellektin etikasıdır. Çünki məlumdur ki, hal-hazırda günü-gündən, hətta biz burada bu çəkilişi apardığımız zaman belə hədsiz dərəcədə güclü sürətlə süni intellekt inkişaf edir. Bizim tədrisdə, tədqiqatda ən əsas baxdığımız məsələlərdən biri də apardığımız süni intellektlə bağlı apardığımız eksperimentlərin etikası məsələləridir. Bunu biz necə əsaslandıra bilərik? Birinci əsaslandırmamız süni intellekt modelində istifadə etdiyimiz datasetdir, verilənlərdir. Biz bu verilənləri hardan əldə eləmişik? Bunlar üçün bir hüquqi normativ tənzimləmə varmı? İkinci mərhələdə biz bu dataset üçün bu modeli tətbiq etdikdə nəticədə biz nə əldə edəcəyik? Və əldə etdiyimiz eksperimentlər sənayedə tətbiq olunduğu zaman cəmiyyətə necə bir xeyirləri olacaq? Və bununla yanaşı bir neçə istiqamətdə məsələlər var ki, bunların hamısını eyni anda düşünürük və hər bir tədqiqat işimizdə, hər bir məqaləmizdə, hər bir tezisimizdə, hətta doktorant və magistrantların dissertasiyalarında belə onlar süni intellektin etikası haqqında xüsusilə öz qeydlərini aparırlar. Və hər bir süni intellekt mütəxəssisi düşünürəm ki, bu etika məsələlərinə xüsusilə diqqət yetirməlidir. Hansı tədqiqatlar üzərində işləyirsiniz? Həmin o cəmiyyətə fayda verəcək hansı layihələriniz var? Bizim əsas baxdığımız biotipbi mühəndisliklə bağlı olan problemləri süni intellekt üsulları ilə həll edirik. Hansı ki, bu apardığımız eksperimentlərin sayəsində biz Q1 səviyyəli jurnallarda öz məqalələrimizi dərc eləmişik. Həmçinin həm müəlliflər arasında Avropada olan bir çox xarici mütəxəssislər də mövcuddur. Sonuncu gördüyümüz işlərdə xərçəng xəstələri ilə bağlı olan təyin olunan dərman preparatlarında fərdiləşmiş bir müayinə məsələləri var idi. Hansı ki, xüsusilə terminologiyaya çox girmədən qısa şəkildə mən bunu deyə bilərəm ki, bizim orada tapdığımız əsas dəyər ondan ibarət idi ki, xərçəng xəstəliyinin müalicəsi zamanı və xüsusilə müalicə periodunda istifadə olunan dərman preparatlarının təyin olunması üçün xüsusi vaxt aralığı var. Həmən vaxt aralığı geciksə, əvvəl və yaxud da gec olsa,
Bu halda pasiyentin özünə ziyan ola bilər və nəticə ürək-asan olmaya bilər. Bu tədqiqat işlərimizdən birinin misalı idi. Əsasən baxdığımız bioloji prosesləri, insan bədənində gedən bu prosesləri ilk öncə riyazi modelləyirik. Riyazi modellədikdən sonra orada istifadə edəcəyimiz bəzi üsullar var ki, hansı ki bu üsullar süni intellektin əsasından doğur. Həmin üsullar sayəsində həmin qurulmuş riyazi modeli aparılmış süni intellekt eksperimentləri sayəsində tapırıq. Nə öyrətdiniz bizə məlum oldu? Tələbələriniz nə öyrənir? Daha doğrusu nə bilir? Tələbələrim nə bilir? Açığı birinci verəcəyim cavab tələbəm bilir ki, keçdiyi riyazi düstur, öyrəndiyi riyazi metod təkcə dəftər üzərində qalmır, kitab üzərində qalmır. Və sizin prosesdə qalmır? Xeyr, biz bunu dəftər üzərində də edirik. Çünki bu öyrənmə prosesinin bir hissəsidir. Biz bunu dəftər üzərində eləməliyik. Biz bu analitik hissəni öyrətməliyik tələbəyə. Bunu öyrədəndən sonra isə biz bunu artıq keçirməliyik rəqəmsal mühitə. Rəqəmsal mühitə keçirdikdə isə müxtəlif proqramlaşdırma dillərindən, xüsusilə Python proqramlaşdırma dilindən istifadə edərək modelləri qururuq. Tələbələriniz nə bilir sualını verəndə daha çox nəyi öyrənmək istirdim? Əlbəttə süni intellekt modelləri üzərində işləməyi bacarmalıdırlar. Süni intellekt yaratma potensialına sahib olan tələbəniz varmı? Bizim demək olar ki, hər semestr üzərində tədris etdiyimiz hansı qruplar varsa, hər bir tələbəyə verdiyimiz sərbəst işlərdə tələbə həmin ilin sonunda bizə bir süni intellekt modeli verir. Məsələn, verdiyimiz modellər içərisində computer vision modelləri, LLM modelləri, böyük dil modelləri və bu qəlibdən olan bir neçə məsələlər var ki, bir neçə hibrid və yaxud da birləşdirilmiş alqoritmlər vasitəsilə nəticələri göstərirlər. Yəni hətta eləsi var ki, həmin tələbə bu sərbəst işi bitiribdi, bizə təhvil veribdi, qiymətləndirilibdi və daha sonra həmin sərbəst iş onun hər hansısa müsahibəsində onun yüksək səviyyədə dəyərləndirilməsinə çox kömək olub. Yəni şəxsən şahidi olduğum ən azından dəqiq sayını deyə bilmərəm, amma hər semestr tələbələrimiz bu verdiyimiz sərbəst işlərin nəticəsində xeyli uğur qazanırlar iş həyatında. Bazara çıxan süni intellekt modeli necə olub həmin bu sərbəst işlərin içərisindən? Məsələ orasındadır ki, bizim əsas baxdığımız aspekt süni intellektin inkişafıdır. Amma biz bir şey unuduruq. Süni intellektin inkişaf eləməsi üçün bizim bu verilənləri saxlamağımız üçün kifayət qədər güclü texnoloji təminatımız olmalıdır. Yəni süni intellektdən də qabaq bizim önümüzə gələn əsas iş data engineering işidir. Yəni biz bilməliyik ki, verilənləri necə optimal şəkildə saxlaya bilərik və yaxud da verilənləri vaxtında necə istifadə edə bilərik, necə yerləşdirə bilərik və yaxud da hər hansısa verilənlər içərisində noise və yaxud da outlier tipli datalar daha çoxdurmu, daha azdırmı? Bizim ən böyük məsələlər, ən böyük problemlərimizdən biri dataları yerləşdirməklə bağlıdır. Bazara təqdim olunan modellərin içərisində təbii ki, süni intellekt modelləri daha kiçik datasetlər üçün çox yaxşı effektiv nəticələr verir. Sözsüz ki, bunu cloud üzərindən tətbiq edirik və cloud üzərindən tətbiq edəndən sonra o nəticələri də görürük. Amma burada daha bir məsələ ortaya çıxır. Dataların konfidensiallığı məsələsi, təhlükəsizlik məsələsi. Gəlin sualın ən əvvəlinə qayıdaq. Sənaye ilə əməkdaşlıq niyə zəifdir və bu əməkdaşlığı necə qüvvətləndirmək olar? Düşünmürəm ki, Azərbaycan Texniki Universitetində əməkdaşlıq, sənaye əməkdaşlığı zəifdir. Axı siz qeyd etdiniz, yəni texnologiya ilə təmin olunmada. Mənim qeyd etdiyim, bizim əlimizdə olan süni intellekt modellərində istifadə etdiyimiz verilənlərin depolanması ilə bağlıdır. Sənaye bizdən nə istəyir? Sənaye bizdən bu süni intellekt modelinin brain hissəsini istəyir. Dataların store olunması, dataların optimal şəkildə paylanması, paralelləşdirilməsi, bunlar hamısı texnoloji səviyyədə qısa zaman ərzində həll oluna bilən bir prosesdir. Amma ən əsas məqsədimiz burada tələbələrin, mütəxəssislərin ortaya qoyduğu süni intellekt modelləridir. Onların core brain hissəsidir. Resurslarınız necədir? Söhbət burada artıq kitablardan gedir. Sürətlə dəyişən bu texnoloji yeniliklərə ayaqlaşa bilirsinizmi? Materialları necə hər dəfə yeni saxlayırsınız? Məsələ ondadır ki, ilk öncə də qeyd elədiyim bir mövzu var ki, süni intellekt haqqında danışanda bizim ən əsası dərin riyazi biliklərimizin olması şərtdir.
Elmi texniki bazamız günü-gündən inkişaf edir. Hər il, hər semestr, hər növbəti ay bizim bu bazamız daha da genişlənir, daha da böyüyür. Və istər tələbələrin, istər mütəxəssislərin, istər professor müəllim heyətinin bu elmi texniki bazadan istifadəsi daha rahatlaşır və bu istifadə sahəmiz daha da genişlənibdir. Robot texnologiyaları üzrə tədqiqatlarınız necə varmı? Robot texnologiyaları üzrə tədqiqatlarımız da universitetdə hal-hazırda aktiv səviyyədədir. Biz hər hansı bir robot texnologiyadan danışırıqsa, ilk növbədə onun software tərəfinə, bir də hardware tərəfinə baxmalıyıq. Software-si olmayan robot texnologiya sənayedə lazımsızdır. Hardware-si olmayan da software heç kimə lazım deyil. Ona görə bunu mütəşəkkil şəkildə universitetimizin daxilində olan laboratoriyalarla bir yerdə əməkdaşlıq quraraq nəticələri sərgiləyirik. Gəlin bütün bu söhbəti ümumiləşdirməyə çalışaq. Buyurun. Süni intellekt universitetinin necə olmasına sizcə ölkəmizdə ehtiyac varmı? Olmasını istərdinizmi? Əməkdaşlıq edərdinizmi? Bəlkə işləmək istəyərdiniz? Düşünürəm ki, süni intellekt hələ yeni-yeni inkişaf etməyə başlayır. Sürətli inkişaf edir, düzdür. Amma hara doğru gedəcəyini görə bilmirik bəzən. Bəzən bu texnologiyaların harda dur deyəcəyini və yaxud da harda stoplayacağını bilmirik. Bəlkə görmək üçün biz də o sürətlə hərəkət etməliyik, həmin o texnologiyaların sürəti ilə. Yəni məsələn kafedra ilə kifayətlənməməliyik və s. Bizim kifayət qədər süni intellektin əsaslarını təmsil edən fənlər üzrə mütəxəssislərimiz çoxdur. Sadəcə onları bir yerə yığmaq lazımdır ki, həmən professor müəllim heyəti, həmən tədqiqatçılar, həmən tələbələr ən əsası bir yerdə bu işləri ortaya qoya bilsinlər. Yəqin ki, mütəxəssis olmaq istəyən tələbələriniz də var, yəni Bəli. sənayedə sadəcə özünü görmək istəməyən. Tədqiqatçı bu gün yazdığı işi əgər sənayedə görə bilmirsə, düşünə bilmirsə, o tədqiqat işi demək ki, yararsızdır. Çünki bu günləri bizim yazdığımız tədqiqat işləri, bu günləri bizim publish elədiyimiz hər hansısa bir məqalələr, sabahları sənaye əhəmiyyətli bir məsələni həll eləmirsə, praktikada istifadə olunan həssə bir problemi aradan qaldırmırsa, bu düşünmürəm ki, lazımlı olar. Cavit bəy, təşəkkür edirik iştirakınız Mən üçün. təşəkkür edirəm, çox sağ olun. Yekun olaraq onu demək istəyirəm ki, bizim süni intellektlə bağlı əslində görmədiyimiz bəzi nüanslar var. Görmədiyimiz ən əsas nüans ondan ibarətdir ki, süni intellektin ortaya qoyduğu bütün nəticələr insan intellekti əsasında ortaya qoyulmuş datalar, verilənlər əsasında formalaşır. Və düşünmürəm ki, hər hansısa süni intellekt o yaradıcılığa, o təbiətdən ilhamlanan insan ruhunun ortaya qoyduğu nəticələrə bənzər bir nəticələr ortaya qoya bilsin. Texnologiya inkişaf eləməsi, texnologiyanın sürətli şəkildə sənayeyə inteqrasiya olunması cəmiyyət üçün, insanlar üçün çox gözəl bir addımdır. Amma insan intellekti, bir şey unutmayaq ki, süni intellekt sadəcə və sadəcə insan intellektini imitasiya edir. Bu dəfə mən sizinlə tamamilə razılaşıram. Çox sağ olun. Buyurun, sağ olun.